Salam əziz izləyicilər. 9-cu sinif BSG 2 nümunəsi ilə qarşınızdayım və bu sualların həllərinə baxacağıq. Unutmayın ki, kanalda bir dənə də buna aid video var. Sadəcə o fərqli müəllifin idi. Bu fərqli müəllifindir. İstədim ki, bunun da izahını paylaşam. Birinci sual deyir ki, çoxbucaqlı daxili bucaqların cəmi düsturunu göstərin. Cəmi düsturu 180 vurulsun, n çıxılsın 2 düsturu ilə hesablanır. Yəni D variantı. 2. Mənfi 12 və 12 arasındadır x. Deyir ki, bu bərabərliyi modul işarəsini köməkli yazın. Baxın, fikir verirsinizmi? X 12-dən kiçikdir, amma mənfi 12-dən böyükdür. Deməli, x modulda x 12-dən kiçik ədədlərdir. Altından xətt olmadığına görə biz xətli versiyaları götürmürük, onsuz da yoxdur. Cavab oldu C variantı. Üçüncü sual. Aşağıdakilərdən hansı vektorial kəmiyyətdir? Vektorial kəmiyyətin həm dəyişən qiyməti var, həm də istiqaməti var. Kütlədir, uzunluqdur, zaman da bunların istiqaməti yoxdur. Amma təcilin həm də istiqaməti var. 4. Qabarıq 8 bucaqlının bir təpədən çıxan diagonal sayı. Bir təpədən uşaqlar n çıx 3 sayda diagonal çıxır. İndi bu 8 bucaqlıdırsa 8 çıx 3 bərabərdir. Bir təpədən 5 diagonal çıxır. 5-ci sual. Hansı ədədi silsilənin n-ci həddin düsturudur? N-ci həddin düsturu A1 üstəgəl n çıx 1 D ilə tapılır. 6. Aşağıdakilərdən hansı vektorun toplanmasının yer dəyişmə xassəsini ifadə edir? Birincisi qruplaşdırmadır. İkincisi sıfırdan toplanma xassəsidir. Üçüncüsü də əks xassəsidir. Dördüncüdə isə fikir verirsiniz, yerlərini dəyişir, amma cəm dəyişmir. Cavab olur D variantı. 7. Hansı həndəsi silsilədir? Həndəsi silsilə nə idi? Hər sonraki hədd əvvəlki həddən müəyyən dəfə fərqlənir. Yəni vurmaqla alınırdı. A variantına baxaq. 5-in 10 olması üçün 2-yə vurulmalıdır. 10-u 2-yə vurmaq üçün 20 eləyir. Bu doğrudur. Burada ədədi silsilədir. Fikir verin, 5 vahid artır. Yəni 5 qədər artır. Burada birinci 3-ə vurur, ikinci əlaqəsi yoxdur. Burada da bölür, sonra yenə vurur. Qəribə bir iş var. Yəni cavab oldu A variantı. 8. Kvadratın daxilinə çəkilmiş çevrənin radiusu 5 cm-dirsə onun tərəfini tapın. Gəlin bir kvadrat çəkək. İndi düzbucaqlı oldu, amma eybi yoxdur. Əgər bu çevrənin radiusu 5-dirsə uşaqlar, onda bunun diametri 10 olacaq. Burada 5-dir, düzdürmü? Həmin bu 10 əslində bunun tərəfidir. Yəni belə deyək də, kvadratın daxilinə çevrə çəkilibsə, onun tərəfi diametrə bərabərdir. Diametr də radiusun 2 qatıdır. 2 erdir. Yəni 5-i 2-yə vuranda 10 edər. 9. Dəyişən hansı qiymətində bu ifadənin mənası var? Burada baxın kök altındadır. Bizə demişik kök altı həmişə 0-dan böyük bərabər verməlidir. Əgər 2x gəl 8 böyük bərabər 0 olarsa, 2x gərək mənfi 8-dən böyük bərabər olsun. Hər tərəfi 2-yə bölsəm, x böyük bərabərdir, mənfi 4. Altında xətt olduğu üçün elə mənfi 4-ün özü də götürülməlidir. Yəni mənfi 4-dən böyük qiymətlərin hamısı uyğundur. Bunların 7 balacadır, 6 balacadır, 5 balacadır, amma 3 uyğundur. 10-cu sual. Bizə deyir ki, perimetri 30 olan düzgün altıbucaqlının diagonalını tapın, böyük diagonalını. Deməli, həmişə yadınızda qalsın, düzgün altıbucaqlının böyük diagonalı bərabərdir, tərəfin 2 qatına bərabərdir. İndi əgər bunun perimetri 30-sa və altıbucaqlıdırsa, 30-u bölsəm 6-ya, bir tərəf eləyər 5, düzdürmü? Bizə demişik, diagonal tərəfin 2 qatıdır. 5-in də 2 qatı 10 edir. B variantı. 11. Deyir ki, bu bərabərsizlik intervallar üsulu ilə həll edin. Aşağıdan həll eləyirəm. Deməli, 2 dənə nöqtəmiz var. Uşaqlar, bunu mənfi 0-a çevirən qiymət mənfi 1-dir. Bunu 0-a çevirən qiymət 5-dir. İkisini də qeyd edirəm. Birinci mənfi 1 gələr, sonra 5 gələr. İntervalımızı düzdür. 5-dən böyük bir qiymət qoysam, məsələn 6 qoysam, bu müsbət eləyəcək. 1 ilə 5-in arasında demişik ki, təkrarlanan hədd yoxdursa, müsbət mənfi müsbət şəklində gedir də. İndi baxıram ki, altında xətt olmadığına görə bunların heç birini almır. Bizə də mənfi aralıq deyir. Mənfi aralıq da buradandır. Yəni mənfi 1, 5 aralığı götürəcəyik. C variantı. 12-ci sual. Katetlər 3 və 4 olan düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Deməli, kiçik yer bərabərdir. A üstəgəl B çıx C böl 2 düsturu ilə hesablana bilər. Əgər indi 3, 4-dürsə, təbii ki, betonsumuz da 5 olacaq. 3, 4, 5.
İndi toplasaq 3 üstə 4 gələndə 7. 7-dən 5-in çıxanda 2. 2-ni də 2-yə böləndə uşaqlar 1 eləyir. Deməli, kiçik yerimiz 1-ə bərabərdir. 13-cü sual. U bərabərdir 2, 5 və V bərabərdir -4, 3 vektorları üçün 3U üstəgəl V istəyir bizdən. Deməli, 3U'nu istədiyi üçün U'nunkini 3'ə vuraq. Olsun 6 və 15. Bu 3U'dur, elə bil ki. Və 1V'ni istəyir. Elə üzərinə gələcəyik. -4, -3'ü. X toplananları 1 toplayırıq. 6'dan 4'ün çıxanda verir 2. 15'ten de 3'ün çıxanda verir 12. 2 və 12 cevap oldu C variantı. 14. Başlangıç ve son noktalar uygun olarak bu olarsa MK vektörün uzunluğu demiştik ne edirik? Sondan əvvəli çıxırıq. İndi -1'dən 3'ü çıxanda olur -4. 4'dən 2'sini də çıxanda olur 2. Aha, koordinatları budursa bizdən uzunluğunu istəyir. Uzunluğunu istəyəndə də kvadratlarını cəmləyəcəyik. Deməli, kök altında 4'ün kvadratı 16, 2'nin kvadratı 4 eləyir. Elədi kökdə 20. Yaxşı, kökdə 20'ni biz necə parçalayaq? Yazaq 4 vur 5 kök altında. 4'dən 2 çıxar, qalar cavab 2 kökdə 5. Cavab oldu A variantı. 15-ci sual. Rekurrent düsturla bilinmiş ardıcıllığın 4-cü həddini tapın. Deməli, B1 bərabərdir buna 3'ə, Bn plus 1, aha. Deməli, 2Bn plus, aha. Deməli, bizə B4 lazımdır. Ardıcıl getməliyik. B1 bərabərdir 3'ə. Gəlin B2'ni tapaq. B2 onda bərabərdir 2B1 üstə gəl 1'ə. Olacaq 2 vur 3 6 üstə 1 gələndə 7. B3 olacaq 2B2 yəni 2 vur 7 üstə gəl 1 oldu 15. 4-cüdə də olacaq 2 vur B3 yəni 15 üstə gəl 1 30 o deyir 31. Cevap oldu B variantı. Bərabərsizliklər sistemini həll eləyin. Deməli, buranı təmizləyək bir dənə. Sistemlə heyətin fərqi nədədir? Sistemdə biz 2 dənə fərqli bərabərsizliyin kəsişməsini əldə eləməliyik. Gəlin bunları kəsişdirək. X də gəl 5 6'dırsa 5'in çıxanda X böyükdür 1'dən. Bu bizim birinci həllimiz. Bunu həll eləyəndə -2x böyükdür. -5 keçəcək o tərəfə olacaq -25 üstə gəl 5 yəni 20. -2x böyükdür -20'dən. Hər tərəfi 2'yə bölsəm x kiçikdir ondan. Niyə görə? Çünki bu mənfiyə bölünəndə bərabərsizliyin istiqaməti də dəyişir. İndi bizə deyir ki x 1'dən böyükdür. Bir dəfə də x 10'dan kiçikdir. Deməli bizim x'imiz 1 və 10'un arasındaymış. Bunun kəsişməsi. Onda nəticəmiz olacaq 1 və 10 aralığı. 17. Ədədi silsilədə 4A1 bərabərdir A4 və ilk 7 həddin cəmi 84 olarsa A1'i tapın. Deməli uşaqlar deyir ki 4A1 bərabərdir A4'ə. Buradan biz nəyi tapa bilərik? Gəlin belə deyək. İlk 7 hədd cəmi düsturu belədir. A1 üstə gəl A7 bölünsün 2 vurulsun 7 bərabərdir 84'ə. Düzdürmü? 84 7'ye ixtisar gedəndə 12 eləyir. Deməli A1 ilə A7'nin cəmi 24 imiş ki 2'yə böləndə 12 eləyibdir. Yazıram belə A1 üstə gəl A7 bərabərdir 24'ə. Uşaqlar buradan A1 A7'nin yerinə A8'i verir də. Düzdür? 2 dənə A4 yaza bilərəm də. 2A4 bərabərdir 24'ə. Onda A4'ün bir dənə A4 bərabərdir 12'yə. Yəni 4-cü həddimiz 12 imiş. İndi 4-cü həddimiz A1'in 4 qatıdır. Onda A1'i də tapmaq üçün 12'ni bölərəm 4'ə eləyər 3 cavabı. 18. BN həndəsə silsiləsində B7 kökdə 3 olarsa bu hasili tapın. Həndəsə silsilənin bir dənə xassəsi var uşaqlar. Hər bir qonşu həddin hasilləri eynidir. Yəni bunun hasili həmin bu B7'nin kvadratına bərabərdir. Onda biz B6 ilə B7'nin kvadratı uşaqlar verir A3. Deməli B7'nin kvadratı A3'ə bərabərdir. Yəni B6 və B8'in hasilinin yerinə
Deməli, B6 və B8-in hasilinə biz 3 deyək. Onda B5 ilə B9-un da hasili 3'dür. Bir dənə də ortada B7 qalıb. B7 də kökdə 3'dür. Özü verilibdir. Bunların üçünü bir-birinə vursam. 3'ü 3'ə vuranda 9. 9'u da 3'ə vuranda cavab eləyəcək 9 kökdə 3. Son nəticəmiz bu edəcək. Bu da belə. Gəldik 19-cu suala. Bərabərsizliklər üçün uyğunluqları müəyyən edin. Hər birini ayrı-ayrılıqda həll eləyəcəm. Görüm yer var mı burada? Aha. Birinci tənliyi buradan həll eləyək. 5x üstəgəl 3 böyükdür. Vurub açsam 2x üstəgəl elə bil 2'ni də 6'ya vuranda 12. 2x'e keçirsəm bu yana 5x'dan 2x'den çıxanda verəcək 3x böyükdür. Bu 3'ü də atanda o yana olur 12 çıxı 3. O da eləyir 3x böyükdür 9. 9. X də böyükdür 3'dən. Deməli uşaqlar 3'dən böyük qiymətlər olacaq 3 müsbət sonsuzluq. Baxaq buna uyğun hansı var? Ən böyük təməlli 4'dür. Həllər çoxluq 3 müsbət sonsuzluq. Hardasa səhv elədikmi? Bugün. Mən istiqamətini səhv getmişəm. Başdan bu tərəfəymiş. Çox özür diləyin. Olacaq deməli mənfi sonsuzluqdan 3'ə. Mənfi sonsuzluqdan 3'ə. Çalışıram ki tez-tez həll eləyim. Çox vaxt almasın video. O da səhvlərə yol verilir. Aha, indi bizə deyir ki, mənfi sonsuzluqdan 3'ə ən son qiyməti də 2'dir. Deməli, bura həm də D-ni də əlavə etmək olar. Ən böyük təməlli 2'dir. Eyni şeydir, sadəcə istiqamət fərqlidir. Yəni, çaşmayın. B variantı, yəni ikinci sualını keçək. Deməli, C getdi. D deyil, bu C'dir. Burada 4'dən uyğunlaşdırılır. A və C. İndi keçək B variantını, yəni ikinci tənliyini. 3 vur 2x 6x üstəgəl 3 vur 3 9 kiçikdir 2 vur 3x yəni 6x üstəgəl 2 vur 6 12. Uşaqlar 6x bir-birini aparır çünki ikisi də eyni işarəlidir. Qalır yerdə 9 kiçikdir 12. Bu ədədi bərabərsizlikdir. 9 12-dən nə vaxt kiçik olur? Elə 9 12-dən həmişə kiçikdir də, düz deyil. Yəni burada artıq dəyişəndən asılılıq yoxdur. Dəyişən bizə gərəkli deyil. Ona görə bu bütün həllərdə özünü doğru göstərir. Yəni bunun hərfdən asılılığı, rəqəmdən asılılığı yoxdur. Cavab oldu B variantı. B variantı 2'ye getdi B. Üçüncünü də buradan yazacaq. Vurub açaq. Yenə də 4x üstəgəl 20. 4'ü 5'e vuranda 20. Üstəgəl 5x kiçikdir. Bu vuranda olur 9x. Üstəgəl 3 4'üm 12. Çöldə də bir dənə 5'di bu. Hə 5'di. Olacaq 9x üstəgəl 12 17. Toplayanda 5 ilə 17. Yəni 4x ilə 5x toplayanda 9x eləyir. O da olur. Elə ixtisar gedir. 20 kiçikdir 17. Aha, 20 17'dən heç kiçik ola bilərmi? Xeyr. Deməli bunun heç bir həlli yoxdur. Yəni boş çoxluq. Buna da oldu D variantı. Deməli 1AC, 2B, 3D oldu. Ətrafını təmizləyək. Gəldi 20-ci suala və nəhayət son sual. Deyir ki, düzgün qabarıq n bucaqlı üçün müəyyən edin uyğunluğu. n 5'ə bərabər olsa bir daxili bucaq budur. Daxili bucaqların cəmi. Aha. Gəlin baxaq. Daxili bucaq cəmi dedik ki 180 vurulsun. n çıx 2 ilə hesablanılır. Onda əgər bu 5 bucaqlıdırsa 180'i vuracağım. 5 çıx 2'yə yəni 3'ə. Bu birinci sualın. İkincisi 6 bucaqlıdırsa 180'i 6'dan 2'sini çıxanda 4 eləyir. Vuracağım 4'ə. Əgər bu 9 bucaqlıdırsa 9'dan 2 çıxıram. 7 bucaqlı eləyir. 180'i vuracağım 7'yə. Biz bununla ümumi daxili bucaqlarını tapacağıq. Eləyəcək 540. Eləyəcək 720. Eləyəcək 187'ye vuranda 126 eləməlidir. Səhv etmirəmsə. Bu da 1260. Gəlin indi buradan uyğunlaşdıraq. Deməli 1'ə E gedir. Buradan bəri başdan N tapdıq. Daxili bucaqların cəmi 720'dir. 2'yə B getdi. B ilə E getdi. İndi gəldi. Bir də 3'ə də C gedir. Gəldik indi bir daxili bucaq söhbətinə. Bir daxili bucağı tapmaq üçün isə ümumi daxili bucağı bölürük təpəyə. İndi 545 bucaqlıdırsa 540'ı 5'ə böləndə 108 eləyir. Deməli bunun bir daxili bucağı 108 imiş həm də. Yəni 1'ə həm də D-də gedir.
1'e D-də gedir. 720'ni bölsək 6 bucaqlıydısa verəcək 120. Bu da elə 2'yə gedir və variantlar bununla da qutarır. Bunu da tapmaq üçün 9'a bölərdik. O da ehtiyac heç yoxdur. 1'ə ED, 2'yə AB, 3'ə C getdi. Bu da belə uşaqlar. 20 sualın 20'sinin də həllini verdim. Deyim ki sizə bu BSG-ni əvvəlki BSG-dən, əvvəl kanalda var. Çəkdiyimdən daha çox bəyəndim. Bu suallar daha qəşəngdir və sadədir. O biraz daha nisbətən çətin idi. İzləyib bəyənməyi unutmayın, rəy yazmağı unutmayın. Xahiş edirəm zəhmətimi dəyərləndirin. Gələn videolarda görüşmək üzrə. Hələlik.